Artık İsrail mətbuatı İlham Əliyevin ölüm xəbərlərini yayıbdı. Siz bunu bilirsiniz. Сегодня, буквально считанные минуты тому назад, президент Азербайджана Ильхам Алиев скоропостижно скончался. Новости Азербайджана пока об этом не говорят, но мы все понимаем, что в ближайшее время мы получим более конкретную информацию. Ждите новых политических назначений. Değerli vətən, siz deyəcəksiniz bu cuhud jurnalist cah belə deyir, cah elə deyir, yenə də deyirəm. Bu əlbəttə ki, nalamuxa vurur arada bir, amma bu İsrail mətbuatında, İsrailin saytında və bunun danışığından İlham Əliyevin öldürülməsi siz də bilirsiniz, mən də bilirəm, İlham Əliyev ölməyibdir. Amma bunu niyə yayırlar? Öldürəcəyik deyə yayırlar. Bu adam İlham Əliyev İranla yaxın olanda nə olubdu? İlhamı pisləyibdi. İlham Əliyev İsraildən yaxın olanda İlhamı tərifləyibdi. Bu Çipilin. İndi də İsrail deyir öldürəcək. İnan Allaha sıraz öldürür. Bax, İsrail təmiz söhbət edir. Bax, Netanyahu göstəriş versə İlham Əliyev 1 saat yaşaya bilər. Ən çox. Və yaxud bu göstərişi Rusiya versə İlham Əliyev 1 saat yaşaya bilər. Və yaxud Erdoğan İlhamı öldürmək istəsə İlham Əliyev 1 saatdan çox yaşayamaz. Çünki bilirsiniz, bu bir hakimiyyət də öyle, bu bilgisi nə olur? Bu nəyə bənzəyir mən bu sözüm? Liboy oğlan falan qəhbərini bir dənə telefon zəncinə çıxarda bilər, pullu ya pulsuz. Bu o deməkdir. Yəni o qədər açıq buraxıb ki, o qədər bu səmə, sümsük, bütün ətrafı qəhbə, özü qəhbəxana, yəni bunun hər şeyinin tikini də, pikini də hamı bilir. Bütün ölkələrin istihbarat təşkilatı bilir. Ona görə İlham Əliyev hamıya baş əyir. Ona görə hamıya domba alır. Bir dənə sərt mövqeyi göstərə bildi mi? Bircə cümlə dedi ha, şərəfsizlər dedi İrana. Bu günə kimi silah göndərir, Rusun silahını göndərir, Rusun yardımını pulu verir, nələr edir. Qardaş dedizdirir, nə bilim, təbrik elədi. Baxa, bir dənə şey deyim, bax. Əli Hamineyin oğlu Müştəba Hamineyi dini lider seçiləndə bütün hamı təşəkkür elədi, təbrik elədi. Türkiyə, Rusiya, Çin, İlham Əliyev və s. Pezeşkiyan ölkənin prezidenti olaraq türk dilində təşəkkür elədi Erdoğana. Putinə rus dilində təşəkkür elədi. Çinə nə bilim Çin dilində. İlham Əliyevə ümumiyyətcə təşəkkür eləmədi. Qarşılıq vermədilər. O deməkdir ki, Pezeşkiyandır. Pezeşkiyana da diriyiblər ki, Azərbaycanla o əlaqələr kəskindir. Çox ağır bir durumdur, çox ağır bir vəziyyətdir. İlham Əliyevin ölüm qalım məsələsinə 2 ay 12 gün. 2 ay 12 gün ərzində halva yeyə bilərsiniz. İlham Əliyevin halvasını, Mehriban Əliyevanın halvasını yeyə bilərsiniz. 99% mən buna əminəm. 100% işte biraz o tərəfə gedər, axırı ki, bu gəbərdəcəklər. Ya da gəbərtmə adı ilə gizlətməyə çalışacaqlar. Narahatçılığa əsas yox. Nə danışırsınız? İlham Əliyev məndən gizlədə bilərlər. Ay qardaş, ay bacı, İlham Əliyev məndən heç kim gizlədə bilməz. Heç kim gizlədə bilməz. Dünyanın harasında olsa da hakimiyyətin, hansısa bir məmurunun nə qədər sərvəti var, pulu var, nə qədər, harda nəyi var, özləri sağdılarmı, yaxınları sağdılarmı, hardadılar. Hamısından xəbər tutacağım. Varmayın ki, cinlərim mənə kömək eləyəcək. Narahat olmayın dedim. Ay millət, bir fikir verin buna. Siz Allah bir fikir verin buna. Baxın yol. Bu şuraya gedən yol açılıb pullu özdə. Bax pullu. Bu qədər əskərlərimiz, İki cəngavər oğul qızlarımız getdilər, Qarabağda can qoydular, şəhid oldular, qan tökdülər. Necə deyək, torpağı azad elədilər. Bu cındır köpəyi başlayır məndən pul qazanmağa. Yol pullu olacaq. Necə yol pullu olacaq? Bir qeyrət. Yaxşı, deyək yol pullu olacaq, çox gözəl. O pullar niyə Paşa Holdinqə gedəcək? Nəyə görə Paşa Holdinq? O pullar ancaq şəhid ailələrinə və qazilərə xərclənməlidir. Başa düşsən, onların evlərinin təmirinə, onların məsələn ehtiyacına, belə bir şeylərə, dərmanlarına, hər bir şeylərin o pul xərclənməlidir. Necə Paşa Holdinq? Qudurmusan? Cındır köpəyoğlu. Soskanın qaynatası olan bir İlhama baxırsınız görün ha. Bu oğraş amcella. Bir qeyrət. Mən bir qeyrətlər görmüşəm. Bu bir qeyrətlərin bir qeyrəti deyə. Adam söz tapıb deyə bilmir bu alçağa. Cındır köpəyoğlu. Necə Paşa Holdinqdə yeyəcək? Sənin başın üzülməlidir. Oğraş gəlib İranla qabanda don bağlamısan, durmuşsan. Bir qeyrət köpəyoğlu. Qazilərə nə həyat qurmuşsan, nə də ki bir vəziyyət yaratmışsan onlar üçün. Hamısı dilənçi kimi şəhid ailələrdir ki, daxmalarda yaşayır. Bir qeyrət köpəyoğlu. O pullar ancaq qazi ilə şəhidlərə xərclənməlidir. Əgər o yol pul olursa, can qoyublar, qan töküblər, sən alıver eləyirsən burada. Amcıq köpəyoğlu oğraş. Söymürəm, təhqir eləyirəm, təhqir. Stabil də, Elşad da, Əqidə qardaşlar da, biz təhqir eləyirik, biz söymürük bunu. Düzgün yanaşın bu suala. Bu oğraşın boynu üzülməlidir, qəfəsə salınmalıdır bu oğraş ailəsi ilə. Faşə bir ailəni yığıb başına. Hələ Emin də oradan adı nədir, alıbdır, necə deyərlər, 2 dənə də şey adı nədir, Nataşanı gətirib uşaqlarla bunun yanına tökübdür. Bu gözü ilə görüb götürən oğraş da bu da. Amma mən söz tapıb deyə bilmirəm artıq. Başa düşürsünüz? O pullar ancaq xərclənməlidir. Şəhid ailələrinə və bir də ki qazilərə xərclənməlidir. Bu qədər də oğraşlıq olar, bu qədər bir qeyrətlik olar. Ayağa qalxmaq lazımdır. Hamı üsyana hazırlaşsın, hamı onların ağzını cırmağa hazırlaşsın. Başa düşün.
Sistem sındırılmalıdır, dəyişilməlidir Azərbaycanda. İlham adlı dövlət başçısı, onun ailəsindən heç kim dövlət başçısı, onun komandası, hamısı məhv olmalıdır. Polisi ilə bərabər hamısının ağzı çırılmalıdır. Sistem sındırılmalıdır, dəyişilməlidir Azərbaycanda.